Hər kəsə salam, mən Ayça İsmailova, kanalıma xoş gəlmişsiniz. Bu günləri Gənclər evinə tədbirə gedirik. Erkən nikah və gender bərabərliyi haqqında tədbir olacaq. İndi ora hazırlaşırıq, başlayaq. Tədbirin mahiyyəti çox böyükdür. Yəni erkən nikah onsuz da hamının bildiyi kimi qlobal bir problemdir. Yəni bu tədbirin necə keçdiyi haqqında inşallah çəkilişlər eləyə bilərəm. Tədbirdə çəkilişlərə icazə verərlər və sizin də baxmağınızı çox istəyirəm. Vaxtından da tez getmək istəyirəm, yəni yerimi tutum, oturum, belə. Mən hazırlandım, indi hazırlaşıb evdən çıxacaq və bu qeyd edeyim ki, tədbirdən də kollecə dərsə gedəcəm, ona görə kitablarımı da özümlə aparacam. İndi hazırlaşıb evdən çıxaq. İndi də evdən çıxırıq, belə geyindim, gedirik. Deməli, indi yolumuzu gedirik. Hava çox qəşəngdir bu arada. Şirvan bölünləri günəşlidir. Hava dünənlər soyuq idi, külək var idi. Bu günlər isə çox qəşəng. Artıq gəldik, çatdıq. Gəldik. İndi tədbirə gedəcək. Yəni hamı yavaş-yavaş yığılsın. Başlayacaq. Bu arada tədbirimiz 10:45-də idi. Paltarlarımızı astıq bura. İndi gedirik tədbirə. Yəni oturmağa ələk. İndi 3-cü mərtəbəyə çıxdıq.